Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə xiyar turşusunu bu il necə bağladığımı bölüşməyi istədim. İnanın çox rahatdır. Çox rahat və tez başa gəlir. Siz də bu fermada eləyib nuş eləyə bilərsiniz qışda açıb. İndi isə keçək hazırlanmasına. Əvvəlcə xiyarları yaxşıca yuyub təmizlədikdən sonra bir qaba əlavə eləyib üstünə qaynar suyu töküb bir gecə gözlədirəm. Bir gecə gözlətdikdən sonra səhərisi gün isə o suyu süzüb tollayıram. Sonra isə xiyarları təzədən yuyub əvvəlcədən sterilizə elədiyim bankələrə doldururam. Bankələri doldurduqdan sonra sarımsaq, şöydü, xar istiot, petruşka, nanə, bir də dəfnə yarpağından istifadə eləyirəm. Bütün bankələri sıxca doldurduqdan sonra üstünə 2 xörək qaşığı duz, qaya duzu, 200 ml üzüm sirkəsini əlavə eləyirəm. 1 çay qaşığı ucunda da şəkər tozunu əlavə eləyib qaynamış suyu doldururam. Qaynamış su ilə doldurulmuş bankaların qapağını yaxşıca bağlayıb üstünü örtürəm ki, yaxşıca isti halda yaxşıca formalaşsın və qışa tam hazır olsun. Sonra isə səhərisi gün götürüb şkafa qoyub, qışda açıb nuş eləyirik. İnanın çox dadlı, çox xırçıltılı xiyarlar alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Videomu bəyəndiyseniz like eləməyi, kommentlərdə rəylərinizi bildirməyi unutmayın. Hələ də takib etməmisizsə takib edin məni.